Hörmətli Türkiyə Cumhurbaşqanı əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərif, hörmətli qonaqlar, əziz Laçınlar. İlk növbədə bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bu bayram günündə bizimlə bərabər olan Türkiyə və Pakistan liderlərinə və onlarla bərabər Azərbaycana gəlmiş qonaqlara xoş gəlmişsiniz deyirəm. Azərbaycan, Türkiyə və Pakistan üç qardaş ölkə əməkdaşlığı ildən ilə, gündən günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bugün ikinci üçtərəfli zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. Bugünkü mərasim Azad Laçında, işğaldan azad edilmiş Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan, Türkiyə, Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Xüsusilə bu bölgədə 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyə və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bugün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır və bugün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar əminəm ki, bizi daha da bir-birinə yaxın edəcək. 107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu böyük tarixi hadisədir. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 2 il sonra 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra 1920-ci ilin noyabr ayında Sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu böyük ədalətsizlikdir və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların bizə olan dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın Azərbaycana olan işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan 4 ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırım törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, onların içində 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan
7 ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ondan sonra da Ermənistanın işğalçılıq siyasəti davam etdirilirdi. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20%-i erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə Azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın köçkün həyatını başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc topluyurduq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz eyni zamanda güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımı həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi qələbəyə aparan amillərdir. Bununla bərabər yeni gənc nəslin vətənpərvərlik ruhunda xalqa, torpağa bağlı gənc nəsli yetişdirərək biz qələbəmizi şərtləndirdik. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci ilin noyabrın 8-də Şuşa zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meylləri daha da artdı və ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Və bəs bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yarattı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə bir günlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü kəsildi bir dəfəlik. İndi isə bütün azad edilmiş torpaqlarda bərpa işləri gedir, quruculuq işləri gedir, böyük infrastruktur layihələri icra edilir, xəstəxanalar, məktəblər, 3 hava limanı, dəmir yolları, avtomobil yolları, 70 kilometrə yaxın təkcə tunel inşaatı sürətlə gedir və bugün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəmizdə 43 min insan yaşayır və çalışır. Həyat bu bölgəyə qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişdik və bununla Azərbaycan xalqı fəxr edir. Və bundan sonra biz artıq 4 ildən çox
və bundan sonra əbədiyyətə qədər müzəffər xalq və dövlət kimi yaşayacağıq. Və bugün əziz qardaşlarımın, Türkiyə Prezidenti və Pakistan Baş Nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştiraki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yarattı. Bizim gücümüz birliyimizdədir. Bugün üç tərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bugün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi göstərəcək, bizim nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək və əminəm ki, bugün azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq. Mən bir daha Türkiyə Prezidenti əziz qardaşım Rəcəb Tayyip Ərdoğana, Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Laçınları ürəkdən salamlayıram. Allah həmişə səmamızı açıq eləsin, yolumuzu açıq eləsin, qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə, Pakistan birliyi, qardaşlığı.